Salam, hər vaxtınız xeyir olsun. Dəyərli Media Türk TV izləyiciləri, gündəm masada verilişinin bugün olan növbəti canlı yayın buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmaildir. Hər zaman olduğu kimi ən önəmli mövzuları müzakirə etməyə çalışacağıq. İlk saniyelərdən daimi seyircilərimizə ənənəvi ricamızı xatırladırıq. Mütləq verilişimizi bəyənin, kanalımıza abunə olmağı da unutmayın ki, baş verənləri sizinlə birgə daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Bu saat olan buraxılışımızda isə dəyərli qonağımız Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağızadə canlı bağlantıdadır. Hər vaxtınız xeyir olsun. Salamlayırıq Əjdər bəy. Xoş gördük bəy əfəndim. Təşəkkür edirəm. Minnətdarıq dəvətimizi qəbul edib canlı yayımızda olduğunuza görə. Bir çox mühüm hadisələr və gərgin proseslər qaldığı yerdən davam edir. Qitənin və bölgənin gözümüzün qarşısına gətirsə, hər yerdə müxtəlif ziddiyyətlər, toqquşan məqamlar və bunun heç şübhəsiz ki, bizim yaşadığımız və gördüyümüz hadisələrə birbaşa təsirləri var. İstər Ukraynaya baxaq, görək orada yaşananlar nədən ibarətdir, hansı olaylar cərəyan edir. Rusiyanın daxilində baş verənlər, İranın onsuz da başı bəladadır, hələ də tam olaraq o, belə deyək, proseslərdən çıxa bilmir. Cənubi Qafqaza baxsaq, Ermənistanda böyük bir rəqabət var, gərginlik var, qarşıdurma var və bunları görən, bunları müşahidə edən Azərbaycan. Həm Rusiyadakı proseslər, həm İran, həm Ermənistan, çünki qonşuluğumuzda baş verir, uzaq bir bölgələr deyil və həmişə də hər birinin Azərbaycanla bağlı müxtəlif planları olub, müxtəlif belə deyək, məqamlarda onlar bir araya gəlməyə çalışıblar, Ermənistandan alət kimi istifadə ediblər, amma bugün taleyin və tarixin elə bir hökmü baş verir ki, Rusiyanın da, İranın da, özünün də başı böyük faciələrlə, fəlakətlərlə üz-üzə qaldığından demək olar ki, Cənubi Qafqazla bağlı məsələləri əvvəlki qədər idarə edə bilmirlər, amma yenə də hər vəclə çalışırlar ki, cəhd edirlər ki, ölüm anında belə özlərini sağa-sola hansısa bir şəkildə müdaxilə edərək, təsir etmək, bacarığını göstərmək üçün nələrsə ortaya qoysunlar ki, biz hələ də güclüyük, hələ də ayaqdayıq, burada mütləq ki, bizimlə hesablaşmalısınız. İrandan daha çox indi Rusiya bu məsələlərdə hansısa bir formada nələrsə etməyə çalışır. Amma hər halda çalışır, cəhd göstərir, amma nəticə yoxdur və ümumiyyətlə nəticə sıfıra bərabərdir. Çünki Azərbaycan, Türkiyə, günü-gündən güclənən dövlətlər, müttəfiqlik əlaqələri və yeni yaratdığımız məsələlər buna imkan vermir və xüsusilə də nə Rusiya, nə də İran əvvəlki gücündə deyil. Amma bu demək deyil ki, hər şey bitib, biz arxayınlaşmalıyıq, yerimizdə dayanmalıyıq ki, artıq hər şey gözlədiyimizdən də yaxşı olacaq. Təbii ki, biz öz üzərimizdə düşən edəcəyik, amma proseslərdə başqa məsələlər də var, onlara da indi toxunacağıq. Xüsusilə elə Ermənistandan başlamaq istərdim. Paşinyan ən ağır, nə layiq, təhqiramiz ifadələr səsləndirir, alçaqlar, şərəfsizlər, siz bizim başımıza oyunlar gətirdiniz, bəlalar açdınız, Azərbaycanla bizi düşmən etdiniz, Qarabağ məsələsini ortaya qatdınız, Ermənistanı dağıtmaq istədiniz. Bu şərəfsizlər, alçaqlar deyəndə təbii ki, Köçəryanı, Sarkisyanı, digər yanları, Karapetyanı və indi də Rusiyanın Ermənistana yerləşdirməyə çalışdığı əlavə casus şəbəkəsi, agentlər var, onlar da yenidən peyda olublar, fəallaşıblar. Hətta qərb mediası yarır ki, əlavə qüvvələr göndərib ki, Ermənistana Rusiya prosesləri idarə etsin, qarışdırsın. Sizcə necə baxmalıyıq Paşinyanın indiki bu ağır şəkildə söylədiyi ifadələrə, mövqeyinə və Cənubi Qafqaza baxanda nələri görmək mümkündür Rusiya baxımından? Təşəkkür edirəm Heydər bəy, minnətdaram. Demək ki, indi bu Ermənistanda bu ekonomik krizlər, çətinliklər və bunların hamısı vardı. Burada da Putin də Rusiya neçə başlı oynayır. Yəni, hər ölkəyə də Qafqazda bunun Karapetyanları çoxdur. Yəni, İvanişvilər və Azərbaycanda da, mənə bağlı da eləməz, ancaq adlarını çəkmirəm. Azərbaycana da demək ki, Moskvada aparıb hazırlayıb belənciləri. Əlbəttə, 1992-ci ildə də adam hazırladı Damedovada Azərbaycana göndərsin, eləsin. Olmadı o proje getmədi. Ondan sonraki demək ki, dövrlərdə də çalışdı bəzi adamları, demək ki, ciblərində Rus pasportu ilə filan Azərbaycana demək ki, seçkilərə soxsunlar. Bunlar həmişə var. Imperialist dövlətlər bu adamları, bu fiqurları saxlayırlar. İndi də Ermənistanda demək ki, bunların da çoxu orada Rusiyada pullanıblar, varlanıblar, hər halda bu rubulları orada ələ gətiriblər. İndi Karapetyanı gətiribdir. Yəni, Köçəryan təkcə Azərbaycan deyil. Yəni, Köçəryan quldur, terörist bir adamdır və
Cənab Paşinyanın sözlərində də açıqcasına deyilir də, siz başımızın bəlasısınız, siz gətiribsiniz, kullandınız bu Qarabağ məsələsini və özünü soxdunuz bura. Yəni gəldilər bunlar Ermənistanda, ay Qarabağ belə oldu, filan belə oldu, girdilər ora və zirvəyə kimi getdilər və düz deyir Paşinyan. Və Ermənistanın siyasi həyatını və gələcəyini pozdular, hər tərəfli. Yəni ora gəldi, çıxdı ki, Ermənistanın parlamanında hər kəs bir Klaşninkov götürdü, bastılar bir-birini gülləyə və normal halda belə, istər Paşinyan olsun, istər ki, Sərkisyan olsun və hətta bu Karapetyan, elə Ermənistanın özündə bunların qat-qat bunların sənədləri var. Məhkəmə işləri vardı, getməlidirlər ora filan və bu demək olar ki, savaşdan sonra, məğlubiyyətdən sonra, onların məğlubiyyətindən sonra girişə bilmədi o cür ki, gərək Paşinyan, bunlar ki, zindanda idi o zaman, o savaş, bizim 44 günü savaş dönəmində, bu Köçəryan oradan ay qaçdı yalandan, ay Covid bahanəsi filan, bir dənə oyun çıxartdı, ona görə də yaxı ələ vermədi, yəni bir müddətdə zindanda, amma bu həbsli zindanlıqdır və orada çoxları da bunun adamları, yəni bunlar bu Ermənistanı kullanırlar. Bu Ermənistanda bu İrəvani, bu dövləti, hər şeyin kullanırlar və istərsə bu Gürcüstanda olsun, istərsə bizdə olsun, istərsə başqa o 15 respublikada olsun, hamısında. Yəni bu son vaxtlara dək bu Baltikani ölkələrdə belə və Ukraynada, Ukraynanın adısı, yəni Koviçlər kiminləri demək ki, Ukraynada bu təmizliklər hələ də gedir. Hələ gedirsən, görürsən ki, təmizlənmir. Yəni Ruslar bu əlaltılarını, bu hazırladıqlarını demək ki, bu ölkələrə soxubdur. Azərbaycanda da görürüz ki, Azərbaycan dövləti illərdir çalışır ki, bu rusofillərin təhsə bir nə deyirsən, şuurunda bir deyirsən, yaxşı da indi bu Rusiya, nə bilim, filan bir bir sevdası var, hər nə, bir düşüncəsi var. Yox, bunlar hər zaman görürsən ki, bunlar vətən, millət, dövlət, hamısını qoyurlar Rusun ayağının altına. Biz bunların demək ki, günlərdə Azərbaycanda görürük. Yəni görürsən ki, ay böyük Rusiya, böyük ana, böyük baba, nə böyük çətdiyaba deyirlər də və buraxanda da bunlar görürsən ki, anında gedir görürsən ki, Azərbaycanın uzqar yerlərində bir dənə eşşəkdən, danadan tapıb saxlayırlar ki, Rus gələcək, qurban kəsəcəyik. Yəni beləncələr var. Və elə bu mikrofondan da siz də buyurdunuz, mən də söylədim. Yadınızda olsa, bir-iki sənə bundan öncə idi ki, gedib hansı uzqar kətdə Rus bayrağı çıxardırdılar, Sovet bayrağı çıxardırdılar. Hardan tapdınız bunu? Nənəsinin yaylağını çıxarsa ondan yaxşı desə, nənəsi ölüb hansı zamanda onun yaylığını çıxardır. Amma bunlar tapıb gətirib çıxardırlar. Ona görə də Azərbaycan dövləti demək olar ki, ayıq keçsin bu məsələdə və keçinməlidir də. Niyə? Hər kəs nə deyirsə desin, Azərbaycan dövləti bu bölgənin, hətta demək olar bütün Qafqazın, bütün İnguşlardan başlamış, Çeçendən başlamış hər yanda. Bilirsiniz ki, Çeçen məsələsində demək ki, Cahar Dadayevin vurulmasından sonrasından demək ki, o terrorlar, o Çeçeni qana çəkdilər. 150 min orada Çeçeni öldürəndən sonra Azərbaycana yüklendilər. Ay Çeçenləri orada demək ki, siz onların xəstələrinə yardım göstərirsiniz. Çeçenlər gəlir orada yerləşib, belə çox oyunlar çıxartdılar bunlar. İndi dişləri batmadı, hərdən sözüm onda yox. Amma məsələ budur ki, bugün Azərbaycan bu Qafqazların və bu bölgənin və demək olar ki, Çinlə, Rusiya, İran adlanan yer və Batı dünyasının ki, indi demək ki, Türkistanda, Doğu Türkistanı, Azərbaycan demək ki, Orta Asiyada və belə demək ki, orada sərmayələr qoyublar, ondan yapılanıblar. Bütün bunlar hamısının taleyi Azərbaycana bağlıdır. Düzdür, Türkiyə Cumhuriyyət dövləti bizim dövlətdir. Amma o, demək ki, hasar Azərbaycanın əlindədir. Düyməyə Azərbaycan var. Azərbaycandır burada hamını bir-birinə bağlayandır. Torpağı ilə, duruşu ilə, imkanları ilə Azərbaycandır bunun öhdəsindən gələ də bilər və Azərbaycanda hər zaman demək təşəbbüsdədir bu işlər. Bu günləri Rusun qorxusu təhsil Ermənistanın özündən deyil. Rus qorxur ki, ay Ermənistan burada fitnəkarlığını qutarsa, ondan sonra düzgün yol alsa və bizdə bir şey var. Bu Ermənistan məğlub olandan sonra, Paşinyan məğlub olandan sonra Paşinyanı kim dəstəkləyib? Bu cəmaət dəstəklədi, yəni Ermənistanda yaşayan ermənilər dəstəklədi. Yəni savaşdan bıxmış, savaşdan demək ki, canı demək ki, gücünə qurtarmış, qaçmış, gizləmiş, hər nə. Amma bunlar o Qarabağdan gələn o terörist qrupun demək canından cana gəlmişdilər.
Bezmişdilər. Elə qutaraq bunlardan da, biz qutaraq bunlardan. İndi bu gün o zaman da yadınızda olsa, seçki oldu demək ki, savaşdan sonra qaçdı Köçəryan, oturdu Moskvada. Title'sız, ondan sonra protokolsuz, aynen bu Putin'in dostuymuş. Putin elə olsa, demək ki, külli dünyada KGB casusların hamısı Putin'in dostlarıdır. Doludur, qutaran deyil. Avropada da qarır, ondan sonra demək ki, bizim Azərbaycan və har yanda da. Amma məsələ vardı, bu oradan getmişdi ki, dur ay Rusiya, onu oradan atın, məni qoyun. O döyür keçib. Emperyalist dövlətlərinin bu şey kimsəni götürə, ora qoya filan, bu iş bitibdi. Qutarıbdı bu iş. İndi ay demək ki, bunun demək ki, ay Rusiya və hansı başqa emperyalist dövlətlər bu hulyalara demək ki, qapansınlar. Yoxdur, özdə Rusiya. Rusiya göz qabağındadır. Rusiya demək ki, bir şapalağı ki, Ukrayna vurdu, gözəl də bir şapalaq vurdu. Yəni doğrudan da Ukrayna canı ilə, malı ilə, imkanı ilə Rusiyana qarşısında durdu və əncini də əzdi. Ay indi Donbası istəyirəm, yox oradan bir metrə bir yana ver mənə, sən bu günləri Donbası da götür. Amma Ukrayna burada bir dövlət kimi, doğrudan da döyüş içindən, qan içindən çıxan bir dövlət kimi, korrupsiya, rüşvətə, casusluğa, satqınlığa, rusofilliyə qarşı çıxan bir dövlət kimi, bir millət kimi yenidən doğdu. Yəni Avropada, Avropa yuxuda idi. Ukrayna demək ki, Avropanı ayıltdı. Putin bir dənə iş gördü ki, Rus imperiyasının qəbrini demək ki, qazdı. Doğrudan da qazdı. Yəni demək ki, bir oyuna atıldı ki, elə bilirdi ki, elə 48 saatlıqdır, qutaracaq belə. İndi bu günləri Ermənistanda bunlar bilirlər ki, necə ki 44 günlük savaşdan sonra Azərbaycan o təşəbbüskarlığı ələ aldı. Azərbaycan demək ki, hər tərəfli, İstərkən demək ki, o sülh məsələsində, istər indi Makron götürür, ay Azərbaycana zəngaşmaq, ay gələr filan desə Makron yadından çıxıbdı mı? Yadından çıxdı mı? Göndərmişdin o demək ki, Parisin o xanımı da, o meri də göndərmişdin demək ki, Həkəri çayının üstündə bizə meydan oxuyurdunuz, ay filan deyirdin. İndi get nə qədər Ermənistanda halay çəkirsən, çək. O bizi bağlamaz. Demək ki, biz burada dayanmışıq Türk Azərbaycan dövləti. Dövləti deyirəm, Azərbaycan dövləti. İndi bu günləri Macron da gəlsin, von der Leyen da gəlsin, kimsə də gəlir Azərbaycan. Demək ki, həm kommunikasiya, həm alış-verişini, qaz, neft filan. Yəni Rusiya burada Azərbaycana bir qurtarıcı kimi baxır və bir də rəqib kimi. Azərbaycan gün keçdikcə neftə istehsalı güclənir, yapılanır, modernləşir. Qazı eləyə bilir, İtaliyacaq yetirib deyələ, bundan artıq da Avropaya yetirəcək. Bu Rusiyanın xeyrinə deyir, görüş olmur da. Bu Baltik ölkələrindən demək ki, Baltik dənizindən də belə, Qara dənizdən də belə bunun xeyrinə getmir, olmur, çətindir. Ona görə də buna bugün rəqib baxırlar. Yəni bu günləri Qatardan çox, Ərəb dünyasında, Körfəzdə Qətərdən çox Azərbaycan bu günləri burada rol oynayır və bir də bir məsələ də vardı ki, biz bu günləri nə qədər biz o sülh sazişinə yaxınlaşsaq, ermənilərin ağlı başına gəlsə, Paşinyan o imzanı atsa, ondan sonra onun sabahı başqa bir dünya olacaq. Baxmayaraq deyərlər ki, orada nə olur, balaca ölkələrdirlər. Yox, bu demək ki, 100 ildən sonra, o seyimdən sonra ermənilərin, gürcülərin ağılları başında olsaydı, bəlkə də bu günləri, bu əzabları 100 il içində bu bədbaxtlıqları çəkməzdilər. Elə getdilər, sığındılar, ay Rusiya və əhanət elədilər. Amma 100 ildən sonra Azərbaycan bu otun əli onun içindən çıxdı və bu gündə deyir ki, əl atır və burada ay demək ki, Tehran rejiminin hilələri, rejim qalmayıb ki, bu da demək ki, görürüz ki, hər saat başı Trump dünən yox, İsrail gün gecə vuracaqdı. O Rusların bir sözü var, deyər, votavotda idi, yumurta idi, toğun elə demək yumurta vaxt gəlmişdi. Elə adamlar da baxırdı, mən də birisi, bu vuracaq, bu vuracaq. Amma səhər dur, dedi, gecə vuracaqdım, yəni bu tərəfin gecəsi, demək gecə adı ilə, dedi, vuracaqdım da, yəni ikinci gün, mən vuracaqdım. Yəni elə dedi, bu günləri 3 dəfə danışır. Bu günləri mən sizlə danışıram 3 dəfə. Üçündə də belə danışır, Trump deyəsən görünəcür, quş var idi, ondan pişik qaçırdı, sərcə uçurdu, ondan sonra orada biraz su axır, bu bir dənə oyun çıxartmaq istəyir, bu vuracaq. Yəni dalı qayıtmağa yolu yoxdur Trump'ın da. Nə Amerikanın içində geridə addım ata bilər, nə dünya qarşısında, necə ki Çinə gedib gələndən sonra, orada Xi Jinping dedi ki, ay balam, mənlik deyir, özün bilərsən, mənlik deyir, o körfəzi aç. Mənlik deyir və yaxud, demək ki, bunlar ki, indi deyirlər, Tehran rejimi deyir ki, ay demək ki, füzələrin haracaq etməsini təmin etmiş ki, Avropaya yox, New York'da vurarıq, belə sözlər deyirlər. Ona görə də geri otura bilməz.
Ay orada demək ki 2000 öğünlərdə söylədilər Tehran rejimi tərəfindən. Dedi uranyumu 10 ton uranyum və hazır varımız. Bunu 60%-ə qaldıra bilərik, qidalandıra bilərik 10 ton. Və bunlar da 470 kilonu qidalandırıbsan. Yəni, və deyirlər füzələr də 0-0, füzələr də hazırdır. Ondan sonra körfəz də belədir. Ondan bölgəni də vuracaq. Deyirlər, hamısı deyirlər. Əslin ağzına bir hava gəl. Bölgəni deyir, 4 göyrə vuracaq. Hamını savaşa çəkəcək. Yaxşı, Katarla dost deyildi Rusiya. Tehran rejimi dostlu deyil. Araları orada Amaratla dostludular. Pullar orada yığılırdı. Və bu günlərdə təkrar edirəm. Elə bu tribundan demişik. 560 milyar dolar Ukraynada da Əmarata pulu var. Abu Dhabi'də pulu var. Tehran rejiminin. Ama neynədir? Vurdu, doldurdu orada demək, füzədir, hər nədir, fualardı, doldurdu oranı. Yəni, Omanı, hamısını, Saudi Ərəbistanı və bura gedirdi. Yəni, demək ki, gözün demək, qan tutubdur və bu bölgədə, bu Tehran rejimini kimsə qəbul etməyəcək. Bunu bir dəfə Ruslar, Bolşeviklər gələndə, ay dünyanın 4 dövrəsinə başladılar, ay oranı da demək ki, belə çəkəcək, Rus kommunisti eləyəcək, buranı belə eləyəcək. Nə oldu axırı? Hara getdilər Rusların? Nə oldu? Qutardı getdi. Az zaman içində bitdilər. Söhbət Yeltsinzad deyirdi. O rejim, o iddia, o düşüncə, o təfəkkür, o emperyalizmi, bu sosial emperyalist deyək, hər nə deyək, o gedəsi deyirdi, getmədi də və bu gündə getməz. İran adlanan yerdə də ay bir dənə Şiə demək ki, ay parası düzəldəcək. Livandan başlayıb, İraqdan gəlib, keçəcək Türkiyədən, Ələvilərdən, keçib Azərbaycandan Şiələrdən, keçəcək Əfqanistanda bir də Şiələrdən və oradan keçəcək, ay demək ki, Keşmirdən filandan yığacaq. Ondan sonra bir dənə Şiə ay parası yaradacaq. Bu 150 ilin söhbətidir. Və demək ki, mal bir də bunun da başında olacaq biri də mallalar. Ondan sonra Fars mallaları və ondan da deyəcəklər ki, Əhməni imperiyası yaradıyor. Ay Kuroşdi, Sirosdi, heç olmayan bir şeydir. Yalandı bunlar. Nə Kuroş, nə Siros. Bunlar hamısı boş-boş sözlərdir. Ondan sonra ay demək ki, onun hulyaların, onun iddialarını yerinə getiriyor. Demək ki, gedirik Ağdənizə. Elə nə qədər ki, ermənilər gəlib Xəzərə yetişsəydi, sən də Ağdənizə yetişərsən. Və demək ki, Rusun da gələcək ki, taleyi bura istər Xəzərdə də, istər Qaradənizdə də demək, sap üstündədir. Belə deyir. Erməni də gedirmiş demək ki, Xəzərə girər 3 dənə dəniz arası. 3 dəniz arası Ermənistan yaradırdılar. Və bu Tehran rejimi də o 150 julyaları mallar rejiminin dini, İslami, məzhəbi kullanaraq, istismar edərək Şiə parası yaradırlar. Bunların kitabları var, hamısının danışıqları var bir iddia əsasında. Getmədi. Dünənə kimin deyir, ay bir dənə qadının, qızın, o demək ki, zülfü parəsi, bir dənə saçı görsənsə, yer göyə gələr, göy yerə gedər, hamısı uza. İndi ora bax, gecələr Tehranda özüz tökürsünüz o cəmaatı, o qadın, uşaq filanları, biraz da pul basırsınız, tökürün, aman de Amerika gələcək. Bu bölgədə bizim bir sözümüz var. Kişi sən özün savaş, nə çıx qabağa da, demək sən inqilab quvardiyası, inqilab keçsən, niyə o arvad uşağı əsr eləyibsən? Cəmaata çörək vermirsən, ondan ekonomi çökübdür, pul yoxdur, amma gecə yığırsan orada desə, saçın açıq, filan yerin hər yan açıq olsun, açıq. Çıx Amerikanın qabağında deyən, məcbur İslam dövlətisən. Nəcür demək ki, cəmaatın namusun, irzin, çadrasın, çarşabın, 10 illərcə insanları, qadınları qırıbsan, öldürübsən. İndi deysən, qaç ki, deyən Amerikanın İsraili qabağında, dəyəmalda özün deyən da, yataq zadından, yorğan düşərdən çəkdi, boydu ora. Hətta demək ki, dedi, ay filan kəs, bura bax, Şəmxani, bu dəfə şirkət elədi, qaç yedi o. O da durdu meydan oxumağa, getdi belə vurdu şey, belə demək ki, tapılmadı. Tikələri də tapılmayıb. Çox hızır nə lan, indiyə kimin? Seyid Əlinin də, çoxlarının özləri deyil, ailələri çıxıb deyirlər. Bunların hər o Laricanının, ondan kimsələrin, bunların tikələri də hələ tapılmır. Ona görə də bu günləri, Azərbaycana da hər gün bunların mediasında başlayırlar. Və demək, ağızlarına gələni yazırlar, deyirlər və yəni demək ki, hələ sonra vədələr verirlər. Hansı vədələrdən? O kəlli, o dəmnədə, zatda belə şeyləri görürsən, nə edəcəyik, hələ filan elərsən. Əlindən gələrdisə, elərdinsə. Amma bu günləri, bu Ermənistanda birinci addımda bu nağılın bitməsi, bu ermənilərin biz qəbul etməliyik. Bunlarla savaşmışıq. Günah özlərindən olub. Terörü gətiriblər. Türkiyəyə qarşı, Türk millətinə qarşı Rusun əlinin hacatı olublar. İndi hər yandan çıxıb deyirlər ki, Paşinyan da deyil, qondarmadır, yalan sözdür bu soyqırım. Təhsirdir, 2 milyon yarım türkü öldürübsünüz axı.
Türkü öldürübsə, bu Türklər demək ki, əlkənd olublar. Bu baskı dönəmi, bu Rusun imperiyası, Batı dünyasının baskısı, bu Türkü də biraz pəltə eləyibdir. Çıxıb demək ki, dünyanın sökü demək, bunlar əl-ələ veriblər. Əl-ələ veriblər. Rus başda olmaqla sizlər də gəldiniz 2 milyon yarım Türkü öldürübsünüz. Bu Azərbaycanda da hər zaman demək soyqırım yapmışsınız.